Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün mənim yenə də çox özəl bir qonağım var, Nəzrin Abıyeva. Nəzrin mənim buraxılış qruplarımdan faydalanmış şagirdimdir. Ümumi nəticəsi və eləcə də Azərbaycan dilindən nəticəsi olduqca yüksəkdir və bu gün o söz sahibi olacaq. Daha öncəki qonaqlarımız 3-cü qrup üzrə gözəl nəticə toplamışdı. Nəzrin isə 4-cü qrupdur və səhv etmirəmsə cərrah olmağa hazırlaşır. Öz seçdiyi ixtisası barədə də bilgi verəcək. Onun artıq yeri hazırdır. Bundan şübhəmiz yoxdur artıq. Və çox maraqlıdır mənə Nəzrin həkim kimi fəaliyyətə başlayacağın gün, həkimliyi oxuyacağın gün mənə çox böyük bir peşəymiş kimi gəlir. Həkimlik və müəllimlik bilirsən ki, çox böyük məsuliyyət tələb edir. Yəni burada bir can var. Biri ruhu tərbiyə edir, biri fiziki və çox yaxşı bir belə deyim ixtisas seçimi etmisən. Öncəliklə Nəzrinim özünü təqdim eləsin. Əvvəla hər kəsi salamlayıram. Mən Abıyeva Nəzrin Əlniyaz qızı. 2025-2026-cı tədris ili müddətində Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında Azərbaycan dili fənni üzrə 97,5 bal toplamaqla ümumilikdə buraxılış və blok fənlərindən 667,8 bal toplamışam. Məqsədim isə Azərbaycan Tibb Universitetinin tibb bölməsində tələbə olmaqdır. Bəli, Nəzrin, həqiqətən 4-cü qrup olaraq olduqca mükəmməl nəticədir və sənin o bir məqamını da deyək. Nəzrin buraxılışda 300 tam baldan 297,5 və tapın görüm hansı fən 97,5 mənim fənnim. Bəli, riyaziyyat 100 bal, ingilis dili 100, bizdə niyə 2,5 getdi? Onu bir müəllim olaraq xatırladım ki, nöqtələrin yerini doldurma sualı var idi və həmin sualda biz normanı, qrammatik normanı bir balaca pozduğumuz üçün bizim həmin sualımıza yarı bal gəldi. Bu, yəni dəhşət. Məndə bu 4-cü qruplarda hər il baş verən prosesdir. 2024-də Röya adlı şagirdimin, 2025-də Zemfira, bu ildə Nəzrinimin başına gəldi. Çox mən istəyərdim ki, tam olsun, amma təbii ki, Nəzrin, sən bu balı toplamısansa, həm 300-ə, həm orada 400-ə layiq bir şagirdsən. Sadəcə bəzən olur ki, belə xırda problemlər biz yaşayırıq. Savadına o barədə güvənirəm. Mən bilmək istəyirdim ki, Nəzrin, 4-cü qrup mənə şəxsən uşaqlıqdan da qorxulu gəlirdi. Hazırlığı çətin olduğuna görə. İndi də 4-cü qrup necə oldu ki, sən belə bir seçim eləmək qərarına gəldin və hətta cərrahlıq kimi ağır bir, belə deyim, çox ciddi bir iş tələb edən peşəni seçmək istədin? Deməli, real danışsaq, mən balaca olandan bəri həkim olmağı düşünürdüm. Sonra yaşım irəlilədikcə artıq digər belə deyim faktorlar da mənə təsir etməyə başladı. Gah sinif yoldaşlarım deyirdi, gah müəllimlər deyirdi ki, biraz çətindir, biraz otur yaxşı düşün. Həkim olmaq o qədər də asan deyil. Hətta bir ara düşünürdüm ki, həkimlik mənə görə deyil, çox çətindir. Sonra artıq səhv etmirəmsə 6-cı sinifdə oxuyurdum. Durdum, düşündüm, dedim ki, yaxşıca düşünüb qərar vermək lazımdır və belə düşünəndə özümə həkimlikdən başqa bir yerdə görə bilmədim. Xüsusilə 6-cı sinifdə biologiya fənni ilə tanış olanda hiss elədim ki, məndə o fənnə, o sahəyə qarşı xüsusi bir maraq var. Artıq yaşım irəlilədikcə 7-ci, 8-ci siniflərdə biz anatomiya fənləri keçirik ki, bunu abituriyentlər də bilir. Anatomiya fənni mənə lap başqa bir maraqlı gəlməyə başladı və mən artıq konkret dedim ki, 4-cü qrupa verib həkim olmaq istəyirəm. Belə də oldu. Yəni 6-cı sinifdən belə bir qərar verməyin həqiqətən çox təəccüblüdür. Çünki mən yadıma gəlmir ki, 6-cı sinifdə hansı ağıl yiyəsi idim. Çünki o yaş qrupu biraz mənə çox qəribə gəlir. Amma səndə bir şey yaxşıdır ki, ciddi mənada az yaşlı olduğun vaxtdan bəri burada bir qəti qərar vermisən. Bir növ özünü bu sahədə artıq o vaxtdan görmüsən. Bu həqiqətən hər şagirddə təəssüf ki, olmur, məndə də olmayıb. Gündə bir fikrə düşən və yaxud ixtisasını yalnız 9-cu sinifdən sonra seçən insanların olduğunu biz bilirik. Mən də elə olmuşam açığı. Ancaq bu ciddi bir həqiqətən istəyin yaranmasına səbəb olur. Bilirsən ki, Nəzrin, hazırda bizlə hazırlaşmaq istəyən, sizin nəticələrinizi görüb bizi necə deyərlər,
həkimlik barədə seçən şagirdlər var. Həmin şagirdlər var ki, onlar maraqlanırlar və bu ciddi, deyək ki, ixtisasda 100 tam bal toplamaq onlar üçün qəti bir qərardır. Yəni uzaqbaşı 95 deyərlər, özləri hər zaman belə yazır. Həmin o 4-cü qruplar bizi də izləyir və mən bu sualı vermək istəyirdim. 3-cü sualım həmişə bununla bağlı olur. Sırayla soruşuram ki, məni hardan tapdın və bu ağır belə deyim, fənnə hazırlaşarkən müəllim seçimində nəyə diqqət eləmisən? Çünki çox önəmli bir faktordur, hələ ki sənin seçdiyin ixtisasda. Deməli, bilirsiniz ki, mən sizdən 9 ay hazırlaşdım. Könül istəyərdi ki, daha uzun bir müddət hazırlaşım. 9-10-11-ci siniflərin üçündə də hazırlaşım, amma sadəcə 11-ci sinif qismət oldu. Ümumiyyətlə, dediyiniz kimi, qeyd etdiyiniz kimi, 4-cü ixtisas qrupunda daha çox, necə deyərlər, rəqəmsal fənlər üstünlüyü təşkil edir. Kimya, fizika, riyaziyyat, bunlara, belə deyim də, bizim beynimiz daha çox işləyir. Humanitar fənləri biraz, necə deyərlər, daha az beyin yoruruq da, belə deyim. Azərbaycan dili fənni xüsusilə mənə həmişə qorxulu gəlirdi, amma keçmiş zamanda sizlə tanış olmazdan əvvəl. Sonra ilk dəfə olaraq sizin offline formatda olan mətn qruplarınıza qoşuldum ki, mətnimi inkişaf elətdirim. Sonra düşündüm ki, və daha sonra girdim YouTube-da sizə araşdırdım. İzahlarınız çox xoşuma gəldi, xüsusilə mətnlə bağlı olan izahlarınız. Çünki mənə elə gəlir ki, 4-cü qrupların yaralı yeri mətnlər olar. Qrammatika ingilis dilində də var deyə biraz, necə deyim, insan çox da çətinlik çəkmir. Amma mətnlər insanı çox yorurdu. Mənim də ən yaralı yerim mətnlər idi. Daha sonra sizin yay qruplarınıza qoşuldum və yay qruplarında gözlə görünür bir fərq, belə deyim, nümayiş etdirdim. Çünki əvvəllər mən mətnlərdə bilirsiniz ki, 5 qapalı, 5 açıq sual olur. Açıq suallar ümumiyyətlə yox idi məndə. Qapalı suallardan da ki, 3-4 düz yazanda çox sevinirdim ki, hə də düzüm çıxdı. Yay qruplarında mən mətnlərimi 3-4 düzdən 8-9 düzə gətirdim sayənizdə. Daha sonra isə 11-ci sinif dönəmində sizlə hazırlaşdım və nəticəm də göz qabağındadır 97,5 balla. Bəli, çox təşəkkür edirəm ki, ətraflı məlumat verdin bu barədə. Mən çox şadam ki, şagirdlərimiz bizi seçərkən ətraflı araşdırıblar. Biri var, valideyn səni seçir, biri var, şagirdin özü araşdırır və tapır ki, sən necə birisən və izah onun üçün aydındırmı? Mən hər zaman şagirdin məni tapmasını daha çox arzu edərdim və razıyam. 4-cü qruplarda mətn problemi mənim də təcrübəmdə olub. İndi insanlar bunu tamamilə yaxşı formada, indi sizdən keçdi, bizim bu yeni kitabımız çıxanda inşallah daha rahat, heç hazırlığa qoşulmadan belə öyrənə biləcəklər. Ümumiyyətlə, hazırlıq prosesi 6-cı sinifdən bu verdiyin qərar yeri gələndə olubmu ki, heç qərarından dönməyə çalışasan və hazırlıq prosesində deyəsən ki, məsələn, Allah qorusun, heç bacarmayacam və yaxud belə ağrılı, acılı günlər olubmu bizdə? Ağrılı acılı günlər çox olub. Hatta bilirsiniz ki, mən Naxçıvanda yaşayırdım deyə mən və mənim kimi abituriyentlər müəyyən, belə deyim də, pis şeylərə görə buraxılış imtahanına 1 ay gec verdik. Həmin o 1 ay müddətdə mən çox depressiyaya düşdüm. Əslində 1 ay müddətdə yox, bunun ilk 2 günü çox depressiyaya düşdüm. Çünki onsuz buraxılış yaxınlaşırdı deyə biz blok fənlərin azca səngitmişdik. Blok müəllimləri özləri az dərs verirdilər ki, artıq sizin buraxılışınız yaxınlaşır. Belə bədbəxt bir olan yaşanmağı bizə çox təsir elədi. 1 ay müddətində həqiqətən çox əziyyət çəkdik. Mən və mənim kimi dediyim, təkcə mən yox da, yəni mənim kimi digər abituriyentlər də 6 fənni bir yerdə aparmaq özdə elə belə yox. Hamısı, hər bir 6 fən əlavələr salırdı. Hamısı saatları artırmışdı. Çox çətin oldu, amma həmişə oturub düşünəndə axırda ağ xalatlı birinin məni gözlədiyi gözümün qabağına gəlirdi. Həmişə oturub depressiyaya düşmək istəyəndə gedirdim anamın, atamın yanına ki, məni motivasiya eləsinlər. Çünki xaricdən baxan bir gözün gördüyündən özünün öz gözünün gördüyü, yəni özünü öz gözündən görmək başqadır, bir də var xarici gözlə görmək başqadır. Mən bəzən olurdu ki, gedib anama deyirdim ki, ana alınmayacaq da, məndə heç nə alınmır. Anam deyirdi ki, elə demə də özünə, sən imtahanlardan falan qədər yazırsan, falan qədər nəticəm var. Elə deyirdi, mən motivasiya olurdum. Yəni
Balaca şeylərə görə depressiyaya düşürdüm, amma valideynlərim mənə çox kömək eləyirdi o depressiyadan çıxıb yenidən motivasiya olmama və yenə dediyim kimi, həmişə axırda bir dənə ağ xalatlı qız var idi, o məni gözləyirdi. Bir də abituriyentlərə tövsiyəm olar ki, depressiyaya düşəndə onu yazın. Problemləri yazın. Mən depressiyaya düşəndə başlayırdım problemi yazmağa. Sonra gələcəkdəki nəzrinə mesajlar yazırdım. Hətta indi də dayanır o yazdığım, belə deyim də, dırnaqarası məktublar. Gələcəkdəki nəzrinə yazırdım ki, indi sənə hər şey çox asan görsər, amma indiki nəzrin əziyyət çəkir. Gələcəkdəki nəzrini görmək üçün. Yəni çox Bəli. yaxın. Öncəliklə deyim ki, bu xəyal etmə, gözünün önündə canlandırma, mən deyərdim ki, hətta bununla bağlı məqalələr də var və hər kəsə tövsiyə edirəm ki, bu tibbin bu gözəl kəşflərindən istifadə eləsinlər. İnsan ağır günlərində gələcəkdəki özünü 5 il sonrakı, 2 il, 1 il, lap belə 6 ay sonrakı halını təsvir etdikdə, həqiqətən özü ilə qürur duyur və belə olduqda çalışma həvəsi daha da artır. Mən səninlə razıyam. İndiyə kimi danışdığımız qızlarımızdan fərqli olaraq səndə bir metod da var, yazmaq. Bunu mən də eləyirəm şəxsən. Ona görə bunun üstündən bir də gedək və hamıya tövsiyə edək. Yazın. Burada məsələn mən inanmıram nə üçün sən hər gün yazasan. Məncə sən də mənim kimi həftədə, ayda bir dəfə ağır günlərdə belə yazırdın, yox? Bəli, o ki artıq motivasiyadan düşürsüz, depressiyaya düşmək üzrə, görsüz ki, hər şey depressiyaya doğru gedir. Onda götürüb yazırdım. Yoxsa hər gün yazmırdım, yox. Bəli, məncə də hər gün yazmaq çünki adamı yorur və şagird belə olanda da sıxıla bilir. Bir şeyi daha az etmək onu daha dəyərli edə bilər. Mən də tövsiyə edirəm şagirdlərə, bax bu üsul həqiqətən önəmlidir və digər şagirdlərimizdən daha fərqli bir metoddur. Bəs Nəzrin, bax 4-cü qrup deyəndə xüsusən də balı 600 olan uşaqlar potensialda. İndi biz müəllim olaraq bunu görürük ilin əvvəlində, amma hamıya deyə bilmirsən ki, uşaq çox indidən ayağı yer almasın, potensialını itirməsin. Bəs mənim ağlıma bax belə bir şagird gəlir ki, bu adam sosial şəbəkə istifadə eləmir. Bir azı gündə 5 saat dərs edir, hələ məktəb müddətini heç saymıram. Belə bir imic gəlir gözümün qabağına. Sən razısanmı bundan? Yoxsa məsələn 4-cü qruplar xüsusən də onlarda 600-dən aşağı mümkün deyil də, yəni yaxşı ixtisas. Onlar həqiqətən beləmi hazırlaşmalıdırlar? Yəni belə ilə uğur qazanmaq olarmı? Məncə insandan insana dəyişir. Hər kəs individualdır. Bəziləri üçün 2 saat dərs oxumaq kifayət olarkən, bəziləri üçün 5 saat kifayət olur. Mən o 2 saat oxuyub kifayətlənənlərdən deyildim. Sosial media baxımından mənim sadəcə WhatsApp, Telegram və YouTube sosial platformalardan istifadə edirdim. Telegramdan sadəcə PDF və sizin rubrikalarınız üçün istifadə edirdim. Hansı ki, o fonetika ilə bağlı rubrikalar var idi. Onlar üçün istifadə edirdim. YouTube'dan ümumiyyətlə qısa videolara baxmırdım. Özümə qadağan eləmişdim bir növ. 11-ci sinifə başlayanda özümə qadağalar qoymuşdum ki, Instagramım onsuz yox idi, TikTokum da onsuz yox idi. Sadəcə YouTube'da qısa videolar mənim fikrimi yayındırırdı. Ona görə də özümə qadağa qoymuşdum. Hətta belə bir şərt qoymuşdum ki, o qısa videolara girsə universitetə girə bilməz. Heç vaxt məni istifadə eləmirdim o qısa videolardan. Sadəcə uzun videolara baxırdım. O da nə vaxt? Məsələn, yemək yeyəndə, vaxtım olanda, televizora baxmaq istəməyəndə uzun videoları qoyub baxırdım. Yeməyimi qutaranda artıq söndürürdüm onu. Yəni çox vaxtımı almırdı o. Sadəcə asudə vaxtlarımda baxırdım. Belə. Məncə biraz amansız bir qayda olubdu. Bundan razılaşaq. Amma razıyam. O scrolling deyirlər də ingilislər. O çevrəyə girdikdə artıq çevirirsən. O böyükdən kiçiyə, indi nənə babalarımız da az qala TikTok-a oturub baxacaqlar. O bəli ziyandır. Ümid edirəm Nəzrin bunu hazırda da davam etdirirsən, yoxsa cığallıq var nəsə? Hə? Mən tətildə axı biraz olar da. Hə, biraz olar, amma inşallah dərsin başlayanda təbii bu fakültə elədir ki, dərslər, imtahanlar biraz yorucu olacaq. Biz digər qızlarımıza da dedik ki, universitetdə mən inanmıram siz 17 bal qovalayan, kəsir qovalayan şagird, necə ki, daha doğrusu tələbə olacaqsınız. Çünki indi oxuyan adam orada da
ciddi çaba göstərəcək və oradan da bir fərqlənmə diplomu ilə çıxdığınız günü inşallah görəcəyik. Mənim buna heç bir şübhəm yoxdur. Bəli, ancaq bu sosial şəbəkəni mütləq limitli istifadə etmək və dərs yönümlü hər kəsə tövsiyə elədiyim bir şeydir. Yəni məncə bu elə bir şeydir ki, insan içinə düşdü, çıxa bilmir. Ona görə heç kim iradəsinə güvənməsin. Necə Odissey orada şeyə bağlayırlar, yelkənə bağlayırlar. Biz də özümüzü bağlayaq və qoruyaq belə şeylərdən. Bəli, mən bununla razıyam ki, sosial şəbəkə mütləq limitli olmalıdır. Bəs indi sən bu qrupa hazırlaşanda buraxılışın məlum məsələdir ki, 15 martdan 19 aprelə ertələndi. Şagirdlərimiz də bilməyənlər üçün deyək ki, Naxçıvanda baş vermiş hərbi bir belə deyək də hadisə ilə bağlı olaraq bu belə idi. Normal olaraq 15 martda imtahan verməli idi Nəzrin və onun kimi Naxçıvanlı cari ilin məzunları. Bu məncə müəyyən qədər sənə əslində müsbət də olmuş ola bilər. Niyə? Deyirik, hər şərdə bir xeyir var. Nə düşünürsən bu barədə? Bir də mən bilmək istərdim o buraxılışa qədərki dövr. Məsələn, bəzi uşaqlar blok fənlərini ümumiyyətlə dayandırır. Səncə 4-cü qrupda ümumiyyətlə dayandırmaq yaxşı bir fikir olardımı? Ümumiyyətlə blok fənlərini dayandırmaq məncə ən pis fikirdir, nəinki yaxşı fikir. Çünki fənlər elədir ki, fizikasından tutmuş, kimya, biologiya, üçü də təkrar tələb edir. Adicə bir həftə onun üstündə durmasaz, hər şey yaddan çıxır. Bir həftə məsələn baş gələsəz, dərsləri eləməsəz, artıq qaydanda baxırsınız ki, heç nə yadınızda qalmayıb. Ona görə məncə düzgün bir fikir deyil. Sadəcə müəllimlərin səngitməyi ola bilər. Məsələn, bizim müəllimlərimiz bizi başa düşürdü. Buraxılış fənləri yaxınlaşdıqca artıq daha az dərs verirdilər evə ya da ümumiyyətlə belə deyim, məşğələ vaxtı edirdik dərsləri ki, evə qalmasın, çox az dərs verirdilər. Bu müəllimin özü edirdi, biz etmirdik. Yəni mən özüm dərsləri qısıtlamırdım ki, müəllim 100 tapşırıq verib və 100 test verib. Mən bunu 50-sini yazım, 50-si qalsın buraxılışdan sonra edərəm. Ki, buraxılışdan sonra vaxt olmur. Məndən əvvəlki şagirdlərin dediyi kimi də, daha doğrusu yoldaşlarımın dediyi kimi də qəti vaxt olmur. Məsələn, saxlayırsan ki, bu tapşırığı buraxılışdan sonra eləyəcəm. Qoy bu qalsın, buraxılışdan sonra təkrar eləyəcəm. Buraxılışdan sonra onsuz blok fənləri o qədər əlavələr, o qədər əlavə məşğələlər salır ki, sən başvı eləməyə vaxtın olmur da ki, oturum bunu təkrar eləyim, bu planı qurum, bu plan üzrə gedim. Qəti alınmır. Belə bir də əvvəl nə sual vermişdiniz, unutdum. Bu belə deyək də sənin çox xeyirli olduğunu düşünürsənmi bu bir ayda olsun ertələnməyi? Mən yadıma gəlir ki, çox ciddi Səma və Səma da Nəzrinin yoldaşıdır və eyni bölgədən mənə qoşulurlar. İkisi də yüksək nəticə göstərən şagirdlərimiz də, o da bizim qonağımız olacaq. Səma və sən ciddi narazılıq edirdiniz və çox narahat idiniz. Amma gördük ki, əslində bu nəticəyə sanki daha da müsbət təsir elədi. Nə düşünürsən? Deməli, səhv eləmirəmsə bir 9 martda oldu, bir də 15 martda oldu buraxılış imtahanları. Səhv etmirəmsə artıq 7 martda o hərbi belə deyək də hadisə baş verdi. Bizim buraxılışı ertələdilər, çox pis olduq. Sonra 9 martda imtahan olandan sonra nə yalan deyim, mən 9 martın buraxılışını yazanda çox pis qorxdum. Dəhşət pis qorxdum ki, çətin düşüb. Və sonra sizin dərslər də qoşulanda siz deyirdiniz ki, yaxşı oldu ki, belə oldu. Mən də deyirdim ki, bəli müəllim, hər bir şərdə xeyir var. Həqiqətən hər bir şərdə xeyir var. Yəni türklərin bir sözü var, bardağa dolu tərəfindən baxın. O həmin şeydir. Sonra artıq 15 marta uşaqlar hazırlaşanda düzdür, nisbətən pis olmuşdum ki, onlar 15 martda imtahanı verəcək, qutaracaq, bloka keçəcəklər. Amma biz hələ 19 apreldə nisbətən biraz pis oldum. Amma sonra sizin də bizə dəstəyinizlə təbii ki, dəstəkləriniz danılmazdır. Belə 19 apreldə buraxılışı da yaxşı verdik. Bəli, həqiqətən öyrəndik ki, hər şərdə bir xeyir varmış. Bəlkə də cüzi bal itkimiz bizim ola bilərdi. Savad eyni savaddır. Amma bir üstünlüyümüz orada oldu ki, biz 2 imtahan prosesinin suallarını gördük, işlədik və nələrə hazır olacağımızı öyrəndik. Bu üstünlük bizim, necə deyirlər, psixoloji tərəfdən bizi təmin etdi. Savad onsuz eynidir. Bir aya insanın savadı artmır o qədər də. Amma üzərində yaxşı işlədik və bacardıq, çox şükür. Və inanıram ki, bundan sonra da şanslı olarsan hər zaman, müsbət mənada biz hər zaman xeyri götürərik. Və təbii ki,
Əsas sən indi 6 fən, digərləri 5-dən 6 böyük bir, belə deyim, problemli fənlər səni gözləyirdi. Bu fənlər arasında ən çox hansında əziyyət çəkmişdin və onu belə deyək də, o əziyyətinin necə qarşılığını verdin, yəni necə problemləri həll etmək üçün özündən üsullar kəşf etdin? Deməli, 10-cu sinifin axırına baxsam əgər, onda Azərbaycan dili idi əziyyət çəkdiyim fən. Bir də fizika idi əziyyət çəkdiyim fən. Məncə fizika 4-cü qrupların yaralı yeridir xüsusilə. 11-ci sinifdə siz çıxdınız qabağıma. Siz, yəni o barədə danışdıq. Azərbaycan dilini necə yaxşılaşdırmaq barədə danışdıq məncə. Fizikada isə yəni təcrübə olaraq da belə deyim, mən 1-ci blokada girdim, 2-ci blokada girdim. Bəzi uşaqlar belə deyim də dildən əlavə vəsaitləri işləməyə çalışır. Güvən və hədəf kimi daha başqa vəsaitlər. Fizika onsuz qəliz fəndir. Onu daha da çətinləşdirmək adamı daha da yorur. Sadəcə dimin vəsaitlərindən istifadə eləmək, OTK-nın, dimin sınaqlarından, vəsaitlərindən istifadə eləmək kifayətdir məncə. Yəni imtahana ondan artıq bir şey düşmədi. Kimya olsaydı, məsələn, kimyadan düz deyəsə əziyyət çəkməmişəm. Çünki kimya müəllimimiz bizə hər vəsaitdən işlədirdi. Çünki kimya 4-cü qruplara fərqli düşür. O əsas fəndir 4-cü qruplar üçün. Kimyadan tövsiyə eləyərəm. Hədəfdən işləsinlər, güvənlə işləsinlər, dimdən işləsinlər. Əllərinə nə vəsait keçsə işləsinlər kimyadan. Çünki kimyada fərqli suallar çıxa bilir adamın qabağına. Biologiyada həmçinin, düzdür, biologiya da qəliz fəndir. Onun çox dibinə getməsinlər, amma bacardıqları qədər əlavə vəsaitlərdən də işləməyə çalışsınlar. Maraqlıdır, fizikadan tövsiyən sırf dimdən kənarı olmasın, digərlərindən isə nə tapdı işləmək. İndi normalda mən şagirdlərdən vəsait soruşmuram. Çünki digər 2 şagirdimiz və sonrakı şagirdlərimiz əsasən 3-cü qrupda fərqləniblər və bilirəm ki, onlara nə işlətmişəm. Amma fizika, kimya mənlik deyil, ona görə Nəzrin özü sağ olsun bizə vəsait tövsiyəsi də etdi. Yəni belə bir bal toplamış xanımdan bu məsləhəti almaq qızıl dəyərindədir. Ona görə yoldaşlar buna əməl edin. Bəs Nəzinim, indi dedim bu vəsaitlər. Heç müəllimlərin sənə kifayət qədər vəsaitdən işlədirdi deyə əlavə nəyəsə ehtiyac duymurdun, yoxsa ümumiyyətlə özün də əlavə nəsə axtarışa çıxmışdın? Buraxılış və ya blok fərq etməz. Deməli 11-ci sinifə başlayanda mən düşünürdüm ki, hər fəndən əlim çatan qədər vəsaitdən işləyim. Sonra davam edən müddətdə baxdım ki, alınmaz. Çünki 6 fən var və vaxt da o qədər çox deyil. Gün 24 saatdır. Bunun məşğələləri var. Sabahki günün tapşırıqlarını çatdırmaq var. Buraxılış fənlərindən başlasam, riyaziyyat bildiyiniz kimi konkret elmdir və orada çərçivə yoxdur ki, sadəcə buradan düşəcək, hər yerdən düşə bilər. Riyaziyyatı çalışın, çalışdığınız qədər bütün vəsaitlərdən işləyin. Türk vəsaitlərindən işləyin. Hətta mən buraxılışa yaxın Türk vəsaitlərindən keçmişdim. Orada maraqlı trigonometriya sualları var idi, maraqlı həndəsə sualları var idi ki, çox köməyim toxundu buraxılış imtahanında da. Riyaziyyatdan nə vəsait keçdiyinizi işləyin. Azərbaycan dilindən məncə siz vəsait tövsiyəsi etmisiniz bir videonuzda. Bəli, o geniş danışılıb, heç əziyyətinə ehtiyac yoxdur. Bəli. İngilis dilindən də düzünü danışsaq, müəllimimiz bizə çox vəsait işlədirdi. Amma buraxılış imtahanlarında ingilis dili həmişə normal səviyyədə düşür, heç vaxt çətin səviyyədə düşmür. Ona görə sadəcə dərslikləri bilmək kifayətdir məncə və dimdə olan, toplularda olan test tapşırıqları, dinləmələr və mətnlər kifayət edir məncə, yetər qədər. Blok fənlərinə keçsək, kimyadan yenə dediyim kimi əlinizə nə keçdi işləyin və çalışın qaydaları mükəmməl bilin. Qaydaları bilməyib test işləmək düzgün deyil. Hətta bəzi 1-2 uşaqdan eşitmişdim, 1-2 4-cü qrupdan. Deyir, müəllim izah eləyirdi, məsələn, kimyadan alkanları keçirir bugün, alkanları izah elədi. Mən gəldim evə, deyir, qaydanı oxumadan, deyir, testi yazırdım, bilmədiyim şey olanda qaydaya baxırdım, elə yadımda qalırdı. Məncə çox səhv bir yanaşmadır. Təbii ki, individual olaraq başqası üçün yaxşı bir öyrənmə metodu ola bilər, amma mənə görə deyildi. Oturub qaydaları yaxşıca oxuyub, daha sonra testini işləmək ən doğru variantdır. Qaydaları bir dəfə oxumaqla da məncə kifayətlənməyin. Vaxtınız var, qayıdın ən başdan təkrar edin. Məsələn, mən
Naxçıvan balaca yerdir, bilinən bilir. Hər şey ayaq məsafəsindədir. Mən məşğələlərə yerdə gedirdim və onda bəzi uşaqlar musiqiyə qulaq asır, nə bilim, bəziləri yola baxır boş-boş. Musiqiyə qulaq asmaq da təbii ki, adamın ruhunu dincəldirir. Demirəm qulaq asmayın. Amma yəni ifrat dərəcədə də qulaq asmayın da. Gördünüz bekarsız yolda heç nə yoxdur. Açın qayda kitabını, başlayın ən başdan təkrar eləməyə, öz-özünüzə danışın. Mən şəxsən elə eləyirdim. Mənim kimyam həmişə elə yadımda qalırdı. Kimyada da xüsusilə elementlər kimyası o qədər əzbərlik şey var ki, belə deyim də, 3-cü qrupların tarixi bərabərdir 4-cü qrupların elementlər kimyası, o qədər əzbərlik şey var. Onların hamısını bir dəfə oxumaqla yadda saxlamaq qeyri-mümkündür. Mən hardan baxsaz bir 10 dəfə oxumuşam o elementlər kimyasını. Ona görə bacardıqları qədər təkrar eləsinlər. Bu təkrar söhbəti biologiya üçün də keçərlidir. Biologiyada ümumilikdə toplunu mükəmməl bilməlidir uşaqlar. Yəni sualı bizim müəllimimiz sualı oxuyurdu. Sualın ətrafında digər suallar da verirdi bizə. İnteqrasiya qururdu. Çünki biologiya inteqrasiyanı dəhşət tələb edən bir fəndir. Hətta mən ilk başlarda biologiyada çətinlik çəkirdim. Mövzunu oxuyurdum, deyirdim ki, əladır da mövzunu mükəmməl bilirəm. Mövzu barədə test yazanda amma gördüm ki, boşluqlarım var. Çünki inteqrasiya qabiliyyəti hələ məndə onda inkişaf eləməmişdi. Çalışın biologiyada mövzular arasında inteqrasiya qurmağı bacarın. Məsələn, keçirsiniz bu gün quşları. Quşlarda məsəl üçün də nəyi misal göstərim? Döş dili var. Gedin əvvələ deyin ki, məsələn, qurbağalarda da döş dili var idi, sürünənlərdə də döş dili var idi, amma balıqlarda döş dili yox idi. Mən həmişə inteqrasiya qururdum, çünki fərqinə vardım ki, biologiya inteqrasiya tələb edən fəndir. Ondan sonra hər fənni oxuyanda, yəni hər mövzunu oxuyanda biologiyada inteqrasiya qururdum. Fizikada da dediyim kimi sadəcə toplunu bilmək kifayətdir. Yenə qaydaları mükəmməl bilmək lazımdır. Fizikada dəhşət yaddan çıxan bir fəndir. Xüsusilə 4-cü qruplar üçün çox yaddan çıxan bir fəndir. Ona görə yenə gedin, gəlin, təkrar edin və təkrar etdikcə açın toplunu qoyun qabağınıza. Bir də ən yaxşı şey, burada biraz kəsmə olacağam. Ən yaxşı şey, mövzunu oxudunuz, mövzunu yazırsınız. Sualı yazdınız və gördünüz ki, sizdə səhv çıxdı. Bunu işarələyin, ya da gördünüz ki, sual maraqlı sualdır, bunu da işarələyin. Sonra təkrara qaydanda, özünüzün təkrara qaydanda mövzunu yenidən oxuyun və işarələnmiş suallara baxın sadəcə. Oturub 150-100 sualı yenidən yazmayın, bu vaxt itkisidir. Analog suallar çox olur, asan suallar çox olur. Xüsusilə işarələdiklərinizə baxın. Belə, bu qədər. 3-cü qrup olaraq maraqla baxıram, anlamıram, amma 3-cü qrupdan başqa məncə 4-lər baxsa kifayət qədər onlar üçün aydın anlaşıqlı olacaq. Dediklərin arasında bax əzbər texnikasını şagirdlər bilməlidir. Nəzrin özü üçün müdafiə elədi ki, mən belə əzbərləyirəm və avtobusdakı vaxtı belə dəyərləndirir bu uşaq. Da nə olsun? Yəni bu nəticələr həqiqətən necə deyərlər, qıraqdan baxılanda bir də durub kimsə yazar ki, bizə 680 niyə yığmadılar, 600 məsələn 60 yığdılar, 70 yığdılar. İnanırsan qəribə insanlar var. Sən bunu sözsüz ki görmüsən, bəzən bizim qabağımıza çıxır. Amma başa düşmürlər bu arxadakı əziyyət. Hamı gəlir, validə, mən istəyirəm ki, sənin fənnindən yüksək toplayım, necə ki sənin öncəki şagirdlərin toplayıb. Amma hamı sizin çəkdiyiniz əziyyəti çəkməyə razıdırmı? Hamı 10 dəqiqəlik zövqdən özünü məhrum edib, orada belə təkrar etməyə, avtobusda belə qulaqlıqla dərsə qulaq asmaq, deyək kitab oxumaq razıdırmı? Bunu sorğulamaq lazımdır həqiqətən əzin. Yadınızdadırsa deyirdim, fonetikadan quizlər hazırlayırdım. Açın, avtobusda işləyin, nə bilim, işarə, müəyyən qədər indi müəllim də çalışır şagirdin işini asanlaşdırsın. Amma gördüyünüz kimi yoldaşlar, şagirdin də öz canında olmalıdır. Yəni burada Nəzrinim, sizin elədiyiniz ən böyük fədakarlıq bir növ bir ili qurban verib, böyük bir il qazanmaq, böyük bir belə deyim, nailiyyət əldə etməkdir və tərəzinin bir gözünə qoyduqda ki, mən bir il əziyyət çəkdim, ya 2 il, lap olsun, ən pis halda 3 il. Bunun qarşılığında o tərəzinin digər gözündə nə verilir mənə? Bunu düşünmək həqiqətən çox zövqlüdür. Nəzrinim, bax indi bu qədər həqiqətən rejimlə çalışmısan, özünə ağır komendant rejimi necə deyərlər qurmusan ki, mən reisə baxsam, deməli mən qəbul olmayacağam. Bax belə amansız qaydaların ətrafında özün üçün nəsə hobbilər, maraqlar var idimi, yoxsa bunları ertələmişdin müəyyən müddətə görə? Əslində əvvəldən gəlsəm, 9-cu, 10-cu siniflərdə bu qədər sıx rejimlə oxumurdum. Sırf 11-ci sinif üçün keçərli idi. Məsələn, 10-cu sinifdə
buraxılışın üstünə o qədər də düşməmişdim. Bloka üstünlük verdim və özümə də təbii ki, vaxt ayırırdım. 11-ci sinifə gəlsək, həmişə vaxt ayırmırdım. Arada bir, məsələn, ayda bir dəfə falan biz lisey idik deyə bizi xüsusilə məktəbə çağırırdılar hər həftə. Məsələn, gedirdik liseyə, fiziki tərbiyə dərsidir, boş dərsdir. Mən də dərslərimi bitirmişəm. Onda məsələn uşaqlarla voleybol oynayırdıq ya da otururduq, söhbət edirdik. Belə də balaca vaxtlar ayırırdım özümə. Ya da evə gəlirdim, çox yorğun olurdum. Musiqiyə qulaq asırdım bir 15 dəqiqə falan ki, beynim boşalsın, ruhum dincəlsin. Ya da 15 dəqiqə oturub anamla söhbət eləmək mənim üçün böyük bir şey idi. Yəni özümə belə balaca vaxtlar ayırırdım 11-ci sinifdə, amma 9-10-da bu qədər ciddi deyildi dərs rejimi. Bəs qarşıda məsələn həkimlik bacarığının yanına, indi mən bu sahəni az bildiyim üçün sualım biraz məhdud ola bilər. Amma məsələn digər şagirdlər də hüquq idi. Dedilər ki, bunun yanında mən ingilis dili istəyirəm. Və istəyirəm ki, biraz da məsələn magistratura və indi sizdə fərqli olacaq təbii ki 6 ildən sonra. Bunları mən xaricdə dəyərləndirim, xarici proqramlara qoşulum, sertifikatlar, bunlar həqiqətən çox böyük bacarıqdır. Bu barədə nə düşünürsən? Məsələn, ikinci bir ixtisas yolu və yaxud da bir hobbi olaraq və ya sənin ixtisasını gücləndirəcək nələr etməyi planlaşdırırsan? İxtisasımı gücləndirəcək dedikdə o ixtisasımın ayrı bir yolu var. Dediyiniz kimi, qeyd etdiyiniz kimi, o tamam ayrı bir yoldur. Amma əlavə hobbi kimi əgər soruşursa, voleybola xüsusi marağım var. Voleybolu çox sevirəm idman sahəsi olaraq. Bir də musiqi cəhətdən pianino öyrənməyi çox istəyirəm ki, gələcək planlarımda pianino öyrənmək də var. Bir də ingilis dilini digər iki yoldaşım da qeyd etmişdi. Mən də ingilis dilində IELTS, SAT deyirlər səhv eləmirəmsə, oradan belə deyim də dərəcə almaq olar mənim üçün də, yəni düşünürəm. İngilis dilini inkişaf etdirmək məncə dövrün tələbidir. Necə ki, məsəl üçün 30 il əvvəl hamı rus dili bilirdisə, indi də hamının ingilis dili bilməyi, ingilis dilinin müəyyən bir səviyyədə olmağı çox yaxşı bir şeydir. Xüsusilə bizim sahəmizdə özünüz də bilirsiniz ki, həkimlər bir yerdə durmur, ölkədən ölkəyə keçirlər. Ona görə ingilis dilini bilmək xüsusi bir avantaj sağlayır adama, belə deyim. Bəli, məncə də. Çünki sənin cərrahlıq seçdiyin o ümumi ixtisas çox böyük bir bilik bazası. Hətta sən yeri gələcək xarici seminarlara, xarici deyək ki, görüşlərə getməli olacaqsan ki, oradan da bilik inşallah əldə edəsən. Mənim buna şübhəm yox. Mən razıyam. Dil bacarığı hamıda olmalı və ingilis dilini xüsusən yaxşı dəyərləndirməlidirlər. Əlavə olaraq mənim sualım belə olacaq. Məsələn, sən bu qədər bacarıqların yanında pianino barədə dedin. Musiqi aləti çalmaq bilirik ki, insan beynini, yəni öyrənmə prosesi insan beynində ciddi dəyişikliklər aparır. Mən özüm də bilirsən də Sevcanla da danışanda bir gitaramız var. Amma hələ ki qalıb çox üzərində çalışa bilmirəm mən də işə görə. İnşallah gələrsiz Bakıya, düzdürmü xanım? Bərabər Sevcan gedər skripka çalar, sən pianino, mən də ki sazımı dıngıldadarım. Bərabər çox faydalı bir həqiqətən işdir. Yəni Nəzinim, seçdiyin ixtisas, çalışdığın çaba və qarşılığı gözdə görülür. Burada məsələn digərlərinə baxanda sənin öz zövqlərinə daha az vaxt ayırmağın arada bal fərqini də ciddi yaradır və bu da bəlli məsələdir. Mən də bu aralar öz ixtisasımı gücləndirmək üçün ara vermişəm və başa düşürəm ki, insan necə sıxıla bilir. Bəzən yorulursan, bezirsən, amma gələcəyi düşünmək, gözümüzün qarşısına gətirmək və orada prosesdən zövq almaq lazımdır. Və izləyicilərin də sualları var idi ki, sən onların böyük bir qismini təkrarladın, fənlər barədə tövsiyə verdin, vəsait tövsiyəsi verdin, dar gündə nə edəcəklərini belə dedin, orada problem yoxdur. Və yekun olaraq mən bir sualda maraqlanım. 4-cü qruplara ən böyük tövsiyən nə olardı? Və bunu deyərkən də bir 4-cü qrup olaraq etdiyin səhvlər olubmu? Məsələn, Sevcan dedi ki, mən əyani hazırlığa gedirdim, arada 4-5 saatım itirdi. Fikir ver, yola 4-5 saat ciddi bir vaxt itkisidir şagird üçün. Sən məsələn nələri etməzdin? Bir daha sanki başa qayıtsaydın, Allah eləməsin bu məsələ. Düzün desəm, nələri etməzdim, sizi belə gec kəşf eləməyim çox pis olmuşdu. Estağfurullah. Yəni tək təəssüf etdiyim şey odur. Başqa təəssüfüm heç vaxt olmayıb. Yəni həmişə doğru yola aparıb məni hisslərim.
Dördüncü qruplara tövsiyə edəsi olsam, əgər hər hansısa bir dördüncü qrup 10-cu sinifə keçirsə və 9-cu sinifdə buraxılışın təməlini həqiqətən qoyubsa, başdan sona eləməyibsə, tövsiyəm odur ki, 10-cu sinifdə sırf bloka yönəlsin. Buraxılışı unutsun demirəm. Düzdür, mən ümumiyyətlə 10-cu sinifdə blok fənlərindən sadəcə məşğələlərə gedirdim. Ümumiyyətlə buraxılış fənlərini məşğələləri getmirdim. Çünki bizim liseydə onsuz da həmin o 3 fən keçirilirdi. Bizim lisey dediyim kimi bizi hər gün lisey olduğumuza görə hər gün dərs keçirdilər bizə və mənə o kifayət edirdi. Ona görə sadəcə blok fənlərindən məşğələlərə gedirdim. Amma əgər həmin o 4-cü qrup şəxs 9-cu sinifdə buraxılışın təməlini yaxşı qoymayıbsa, tövsiyə edirəm ki, 10-cu sinifdən artıq hər şeyi mükəmməlləşdirsin. Bir də 10-cu sinifdə yaxşı ki elədim dediyim şey 11-ci sinif kimi hiss edirdim özümü. 11-ci siniflərlə məşğələlərə gedirdim. Müəllim 11-ci sinifləri əlavə salırdı. Deyirdim müəllim mən də gəlim. Hətta bir dəfə oturub hesablamışdım. Həftədə kimyaya 10 saat gedirdim. 10 saat mən kimya məşğələsinə gedirdim 10-cu sinifdə. Və bu çox idi. 12 saat falan getdiyim də olub. Yəni ən yaxşı dediyim şey o idi ki, özümü 11-ci sinif kimi hiss edirdim və onların psixologiyası kimi edirdim. Məsələn, 11-ci siniflərin buraxılış və blok imtahanları yaxınlaşırdı. Onlar çox rahat idilər. Onların yerinə mən stres olurdum ki, bunlar niyə belə rahatdılar? Hələ filan mövzu qalır, filan mövzunu təkrar eləmək lazımdır. Yəni ən yaxşı tövsiyə edərdim ki, 10-cu siniflər üçün özünüzü 11-ci sinif kimi hiss edin və blok fənlərini maksimal dərəcədə mükəmməl oxuyun ki, 11-də asan olsun sizə. 11-ci sinifdə isə 6 fənin 6-sında bir yerdə aparmağa çalışın. Bəziləri var idi, məsələn, 2 ay qalıb buraxılış imtahanına artıq blok fənlərini atırdılar bir kənara ki, buraxılışdan sonra onsuz 2 ayımız var, bacararıq. Heç kim bacarmır. Bacararam deyən heç kim bacarmadı. Ona görə 6 fənin 6-sında paydaları oxumağa çalışın. Ən əsası gündəlik tapşırıqları yerinə yetirin. Heç vaxtınız çatmırsa gündəlik tapşırıqları yerinə yetirin. Məşğələyə hazırlıqsız getməyin. Elləri var idi. İndi təbii ki, hamı da olurdu, hamının ətrafında olur. Arxadan köçürür gedənlər. İndi də məsələn baxıram, çoxsu məzuna qalır. Yəni yaxşı bir hal deyil. Ona görə çalışın, hamısını paralel aparın. Təkrar eləmək istəyirsinizsə, artıq görürsünüzsə özünüzdə zəiflik var. Onda çalışın sistemli edin. Yəni təkrar elədim, qoy məşğələnin dərsi qalsın, onu sonra yazaram. O da düzgün deyil. Siz əvvəlki mövzuya qayıdıb onu təkrar edəndə artıq yeni mövzu getmiş olur. +1 -1 kimi olur da, elə bir o da sıfıra gətirib çıxarır. Heç bir fərqi olmur. Ona görə buraxılışa qədər çalışın 6-sında payda aparın. Buraxılışa yaxın 2 həftə qalmış, az da sən gidin blok fənlər. 2 həftə, 1 ay yox. Az da sən gitsinlər. Ondan sonra da tam blok. Bəli, sənlə razıyam. Mən də bilirsən, 3-cü qruplara da hazırlıq keçirdim. Onlar da ədəbiyyatı dayandırmaq, tarixi dayandırmaq kimi ciddi səhvlərə yol verirdilər. Bəli, həqiqətən o 2 ay idarə etmək çox ciddi insanda intizam tələb edir. Yuxundan yadıma gəlir ki, siz gec saatlarda yatırdınız və daha erkən dururdunuz. 4-cü qruplarda ümumiyyətlə həmişə həsəd apardığım müsbət mənada bir şey dəmir iradənin olmağıdır. Mən indiki vaxtda görürəm ki, gələcəyin həkimləri həqiqətən də, necə deyərlər, çox savadlı olacaqlar. Çünki indidən belə çalışan adam tələbə illərində də kifayət qədər çalışacaq, öz üzərində işləməyi bacaracaq. Yəni bu, bilirsən necə Nəzim? Məsələn, sən deyirsən ki, bəzi zamanlar şübhəyə düşürdüm ki, həkim olmaq. Çünki həkimlik demək ciddi insanda ürək istəyir. Yəni sən necə deyərlər, qandı və s. belə şeylə yəqin sən qorxudanlar da olub. Buna belə nə etməlisən? Dözüm nümayiş etdirməlisən. Hələ ki, sənin seçdiyin cərrahlıq təbii ki, böyük bir, necə deyərlər, mənim gözümdə çox dəyərli bir, müqəddəs bir peşədir ki, həkimliyə ciddi bir məsuliyyət lazımdır və inanıram ki, üstəsindən gələcəksən, sən də həmçinin bizim Səmamız da var, o da qoşulacaq, Nəzinin yoldaşı və ikisi də bərabər və onu da deyim ki, bizim ən yüksək nəticə toplamış ilk 2 şagirdimiz, biri Nəzin Abiyeva, biri də Səma Novruzovadır və onların hər ikisi də bizim inşallah Dağıcıq klubumuzda bir
dağız kimi fəaliyyətə qısa müddətli başlayacaqlar. Təbii ki, xoşunuza gəlsə davam edəcəksiniz. Mən sadəcə bir növ fəaliyyətin necə gözəl olduğunu insanlara başa salmaq istəyirəm. Amma Nəzrin, sənə deyim ki, o qədər maraqlı həkimlər var ki, öz fəaliyyətlərini görürlər və çox maraqlı hobbiləri var. Həqiqətən həsəd aparır insan. Motosikl sürürlərmi? Bəli, dağıcıq və yaxud müxtəlif fərqli, özdə bahalı hobbilərlə məşğuldular. Mən inanıram ki, sizdə də bu maraq var və inanıram ki, hər şey həqiqətən yaxşı olacaq. Çox ətraflı məlumat ala bildim səndən. Özüm qorxurdum ki, sənin qabağına yaxşı çıxa bilməyim. Çünki 4-cü qrupsan, mənim 4-cü qrup təbii biliyim yoxdur o barədə. Amma inanıram ki, bizim həkimlərimiz çox ciddi buradan məsləhət götürəcəklər və Nəzrin kimi iradəyə sahib olacaqlar. Baxın, bu xarakteri xüsusiyyət artıq bizim 3-cü şagirdimizdədir ki, görülür. İradə, əzmkarlıq və salam. Yəni, hər ədə fərqli təzahür edir, amma ortaq cəhətləri budur. Və son olaraq, mən səni yormaq istəmirəm, hər zaman deyirəm, əsas məlumatları alıb şagirdlərimizin rahat tətilini keçirməsini istəyirəm. Son olaraq nə demək istəyərdin Nəzrinim yekunda? Deməli, 4-cü qruplar özünüz də qeyd etdiyiniz kimi ancaq oxuyurlar, 6 fən var, digər 3 qrupdan fərqli olaraq. Sadəcə oxumaq kifayət eləmir. Bəzi insanlar düşünür ki, oxudum, mükəmməl oxudum, bəsdir. Ən başlıca faktor özünə inamdır məncə. Mən həmişə özümə inamımı bərpa edirdim, ondan sonra oxumağa keçirdim. İşin 50% oxumaqdırsa, 50% də özünə inamdır. Özünə inam olmayan o qədər oxusun ki, yəni bacarma ehtimalı çox azdır. Özünüzə inanın. Özünüzü heç kimlə müqayisə eləməyin. Ay falan kəs 3 saat yatdı, ay falan kəs 5 saat yatdı. Mən özümü müqayisə eləmişdim və həmən dönəmlərdə nəticələrimdə gözlə görüləcək bir dərəcədə düşüş var idi. Ona görə heç vaxt özünüzü kimləsə müqayisə eləməyin. Hər kəs individualdır. Məsələn, mən özüm çox 4-cü qruplar içərisində çox yatan biri olmuşam. Mən hansısa yoldaşlarım 4 saat, 5 saat yatanda mən gündəlik 7-8 saat yuxumu həmişə yatmalıydım. Çünki 7-8 saat yatmayanda mən məşğələyə gəlirdim. Məşğələyə gəlməmiş kimi olurdum. Sadəcə bədənim gəlirdi, ruhum qalırdı evdə. Heç nə başa düşmürdüm, heç nə anlamırdım. Ona görə deyirəm, hər kəs individualdır. Sizin yuxu saatınız 8 saatdır. Siz 8 saat yatanda daha yaxşı olursunuzsa 8 saat yatın. 5 saatdır 5 saat yatın. Da 2-3 saat yatmayın, düzgün deyil o. Amma yenə dediyim kimi özünüzə inanın, özünüzü başqalarına müqayisə eləməyin. Hamının tutumu bir deyil. Hamı bir olacaq deyə bir şey yoxdur. Məqsədlərimiz bir ola bilər, amma tutumumuz bir olmaya bilər. Bəziləri 1 saat oxuyub maksimal nəticə əldə edə bilər, bəziləri 5 saat oxuyub maksimal nəticə əldə edə bilər. Ona görə müqayisə etməyi özünüzü kimlənsə düzgün deyil. Ən yaxşı məsləhətim o olardı ki, özünüzü həmişə özünüzlə müqayisə edin. Mən həmişə özümlə müqayisə edirdim. OTK imtahanlarına gedəndə 290 yazırdım. Deyirdim, gələn dəfə 290 plus yazmalıyım. 291 yazırdım. Deyirdim, qəşəngdir. Ya da balımı azaldanda heyfslənirdim ki, Nəzrin, bax, keçən dəfə 291 idi. Məsəl üçün, bu dəfə oldu 288. Deməli, daha da çox çalışmalısın. Özünüzü həmişə özünüzlə müqayisə edin, başqalarından yox. Bəli, artıq tibbi məsləhətlər almağa başlamışıq. Bu yaxşı bir şeydir. Həqiqətən tibbi və psixoloji məsləhətlər, mən bununla razıyam Nəzrinin. Yuxu rejiminin düzgünlüyü və müqayisə problemi hamıda var. İnsan bəzən müəllim də elə müəllimlə özünü müqayisə edir ki, filan müəllim daha çox tanınır, sən daha az və nəticədə özünü pis hiss edirsən. Amma demək ki, hər kəsin öz həyat yolu var. Həqiqətən də hər kəsin öz bədəninin tələbləri var. Bəzi insanlar 5-6 saatla onlar dəli kimi, belə vəhşi kimi. Amma biz biraz 7-8, hətta 10 saat yatanlar var. Amma yenə də orta yolu tapmaq, hər bir yerdə ifrata varmamaq, çox az və ya deyək ki, lap çox olana getməmək lazımdır. Bir orta yol hər zaman olmalıdır. Mən Nəzrinin demək olar bütün fikirləri ilə razıyam. Bir əzbər texnikamız biraz fərqlənir Nəzrinim. Məsələn, mən özüm də şagird vaxtı başqa cür əzbərləmişəm, sən dedin başqa cür və bildirdin ki, hər kəs də fərqlidir və hər kəs öz yolunu tapmalıdır. İndi yenə də deyirik, daha öncəki bölümdə də dedim. Heç bir 4-cü qrup özünü Nəzrinə, Səmaya, qeyrisinə bənzətməməlidir. Hamı Nəzrin necə özünü analiz edib deyib ki, mən bu qədər yuxu ilə hərəkət edirəm.
Başqaları qoy nə edir etsin, mən bu qədərindən hərəkət edirəm və müqayisəni dayandırıb öz bədəninin tələbini, öz ruhunun tələbini qarşılaya bilir. Bu çox önəmli bir haldır. Həqiqətən insan birinci özünü tanımalı, sonra qoyduğu məqsədə doğru yolu özü, necə deyərlər, cızmalıdır, öz cığırı ilə getməlidir. Mən razıyam sənin fikirlərindən və məncə çox maraqlı bir söhbət oldu. Həkimlərimiz bizi axıra kimi mütləq dinləyəcək və həqiqətən dərs götürəcəklər. Elə digər qruplarda. Çünki burada artıq sən 650-dən hətta yuxarı yığmısansa, burada artıq qrup deyil. Mən şəxsən abituriyent olsam bu videolardan çıxmaz və hər deyiləni bir-bir qeyd edərdim. Ümid edək ki, Nəzim, bu izləyicilərimiz üçün kifayət qədər faydalı olacaq. Mən buna heç bir şübhəm yoxdur. Sənə vaxt ayırıb mənim bu verilişimə, mini verilişimə qonaq olduğun üçün təşəkkür edirəm ki, həqiqətən zamanını, dəyərli zamanını ayırdın və tətilinin xoş keçməsini arzu edirəm. Son günlərdə artıq tətil bitəcək və yeni bir era başlayacaq və son olaraq da 6 sentyabr biz şagirdlərimizlə görüşəcəyik. İnşallah Nəzrinlə əyani görüşümüzdən də gözəl şəkillər paylaşarıq. Sağ olun, salamat qalın.